Uşaqlar, mən bu günlərim sizə üçbucaqlar dərsini izah eləyəcəm. Siz də baxırsınız, öyrənirsiniz, gəlirsiniz. Deməli, müstəvi üzərində bir düz xətt üzərində olmayan 3 dənə nöqtədən və onları ardıcıl birləşdirən düz xətt parçalarından ibarət fiqura üçbucaq deyilir. Aydındır? Aha. Bax, A yazıram, B yazıram, C yazıram. Bax, həmin bu nöqtələr A, B, C nədir? Üçbucağın təpə nöqtələrdir. Parçalar amma üçbucağın tərəfləridir. Yəni A, B, B, C, A, C. Bunlar hamısı üçbucağın tərəfləridir. Aydındır? Aha. Deməli, müxtəlif tərəfli üçbucaqlar var. Yəni, tutaq ki, deyirəm, 5, 6, 7. Daha sonra bərabər yanlı üçbucaq var. Bərabər yanlı üçbucaq odur ki, yan tərəfləri bərabər. Məsələn, A, B yazıram. Bir də var bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq da bütün tərəfləri bir-birinə bərabər olan üçbucaqlar. Aydındır? Uşaqlar, üçbucaq, bax bir dənə üçbucaq çəkirəm. Yazıram bura alfa, beta, gamma. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Aydındır? Daxili bucaqlarının cəmi 180 dərəcədir. Xarici bucaqlarını çəkim sizin üçün. Məsələn, bura yazım alfa 1, bura yazım beta 1, bura yazım gamma 1. Xarici bucaqların cəmi amma 360 dərəcədir. Aydındır? Bu da üçbucağın xarici bucaqlarının cəmidir. Uşaqlar, üçbucağın xarici bucağının əsas xassəsi var. Nədir? Üçbucağın tutaq ki, hər hansı bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəmidir. Bax, məsələn, beta 1, qonşusu nədir? Betadır, düzdür? Mən nə dedim? Dedim, qonşu olmayan daxili bucaqların cəmidir. Bu, üçbucağın xarici bucağının xassəsidir. Yaxşı. Sonra, daha sonra keçirik. Bucaqlarına görə üçbucaqlar deyim. Bax, deməli uşaqlar, iti bucaqlı üçbucaq var. Düz bucaqlı üçbucaq var və kör bucaqlı üçbucaq var. İti bucaqlı üçbucaq odur ki, bütün bucaqları iti bucaqdır. Yəni 90 dərəcədən kiçikdir. Kör bucaqlı üçbucaq odur ki, bucaqlarından biri 90 ilə 180 arasındadır. Düz bucaqlı üçbucaq odur ki, bucaqlarından biri 90 dərəcəyə bərabərdir. Aydındır? Uşaqlar, üçbucağın yalnız bir kör bucağı ola bilər. Yaxşımı? Yalnız bir kör bucağı ola bilər. Sonra mən belə bir, deməli, belə bir şey çəkim. Deməli, A, B, C, alfa, beta, gamma, burada bir X yazım. Yadınızda saxlayın. X, bax bu cür formada olanda çökük dörtbucaqlı deyirik də, biz buna A, B, C deyə. Çökük dörtbucaqlı. Deməli, alfa üstəgəl beta, üstəgəl gamma, bax bu X bucağına bərabərdir. Aydındır? Sonra, deməli uşaqlar, üçbucağın perimetri nədir? Üçbucağın perimetri, üçbucağın deməli, bütün tərəflərinin cəminə bərabərdir. Bax, bu üçbucaq. Yazıram A, B, C. Deməli, üçbucağın perimetri A üstəgəl, B üstəgəl, C-yə bərabərdir. Aydındır? Aha. Sonra, üçbucaq bərabərsizliyi nədir? Mən onu izah eləyirəm sizə. Üçbucaq bərabərsizliyi odur ki, üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin cəmi ilə fərqinin modulu arasındadır. Nə deməkdir bu? Məsələn, bu üçbucaqdır. Bura yazıram 5, bura yazıram 7, bura yazıram x. Üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin cəmi ilə fərqinin arasındadır. Yəni, üçüncü tərəf 12-dən böyük ola bilməz, 2-dən balaca ola bilməz. Bəs perimetr uşaqlar, bunların, məsələn, deyək ki, perimetr hansı aralıqdadır? 5-in üstünə 7 gəl, perimetr 3 tərəfin cəmidir axı. 12, 12-in üstünə 12 gəl, 24. 5-in üstünə 7 gəl, 12, 12-in üstünə 2 gəl, 14. Deməli, perimetrdə 14 ilə 24 arasındadır. Yaxşımı? İndi müəyyən şərtlər ola bilər. Müəyyən şərtlər daxilində. Bax, uşaqlar, müəyyən şərtlər daxilində, məsəl üçün, sənə deyir ki, alfa bucağı 90 dərəcədən kiçikdir. Hə? Və yaxud iti bucaqlı üçbucaqdır. Deməli, iti bucağı olanda, alfa kiçikdir 90 dərəcə olanda, məsəl üçün, bura yazıram A, B, C. O zaman C, deməli, A çıx B ilə A kvadrat üstəgəl B kvadratının arasında yerləşir. Yaxşı, amma üçbucağın bu bucağı, tutaq ki, 90 dərəcədən böyük olanda, üçüncü tərəf, bax, bu cür yerləşir. Bunlar əzbər. Aydındır? Yaxşımı? Bax, bu 3 şərt əzbər. Bu belə. Sonra keçdik medianı. Uşaqlar,
Üçbucağın təpəsindən başlayıb qarşı tərəfin ortasını birləşdirən parçaya üçbucağın medianı deyirlər. Bax, bu üçbucaq yazıram bura A, B, C. Ba. Takım. Burada BM mediandır. Median qarşı tərəfi yarı bölür. Yaxşı. Uşaqlar, üçbucağın 3 dənə medianı var. Bu medianlar bir nöqtədə və üçbucağın daxilində kəsişirlər. Bu kəsişmə nöqtəsinə ağırlıq mərkəzi deyirik. Yaxşı. Bax, məsələn, buraya yazıram A, B, C. Medianın düsturunu yazıram. Tutaq ki, MC bərabərdir 2də 1. MC nə deməkdir? C tərəfinə çəkilmiş median. MA olsa A tərəfinə. 2də 1, 2A kvadrat üstə gəl 2B kvadrat çıx C kvadrat. Bu, C tərəfinə çəkilmiş medianın düsturudur. Aydındır. Uşaqlar, medianın əsas xassəsi nədir? Medianın əsas xassəsi. Medianlar bir təpədən başlayaraq bir nöqtədə kəsişir və təpədən başlayaraq 2/1 nisbətində bölünür. Aydındır. Bax, məsələn, bura bir O yazıram. O deməkdir ki, BO böl OM bərabərdir 2/1. Yaxşı. Bax, məsələn, mən sənə desəm, bəs BC böl BO nədir? Bura 2/1 deyil, ümumi 3'dür də. Deməli, 3 böl BO da 2'dir də. 3/2. Aydındır. Bax, bu şərtlər mütləq öyrənirsiniz. Sonra, deməli, qoy bu qaydanı da yazım. Medianların kvadratları, bax, tərəflərin kvadratları cəminin 4/3 hissəsinə bərabərdir. Yaxşımı? Tərəfləri kvadratları cəminin 4/3 hissəsinə bərabərdir. Sonra keçdik tənbölənə. Tənbölən nədir? Tənbölən üçbucağın hər hansı bir təpəsindən çıxıb bucağı yarıya bölən və qarşı tərəflə birləşdirən parçadır. Yarıya bölür o deməkdir ki, alfa. Gördük? Eyni bucaq ayrı. Məsələn, bura 40'dırsa olur 20. Yaxşı. Uşaqlar, tənbölənin əsas xassəsi nədir? Tənbölənin əsas xassəsi, bax yazıram bura A, B, tutaq ki, M, N. Hə, bu da tutaq ki, tənböləndir. Uşaqlar, tənbölənin əsas xassəsi üçbucağın tənböləni qarşı tərəfi digər iki tərəflə mütənasib hissələrə bölür. Nə deməkdir bu? Yəni A böl B bərabərdir M böl N. Ya da A böl M bərabərdir B böl N. Heç bir fərqi yoxdur. Hər iki formada yaza bilərik. Yaxşı. Sonra daxili və xarici tənbölənlər haqqında danışmaq istəyirəm. Deməli, bax, tutaq ki, 2 dənə daxildə tənbölən. Bax. Məsələn, deyir ki, bu alfa. Məsələlər var belə. Bu beta, hə? Tənbölənlər də düzdür. Buraya yazıram, nə yazıram? Tutaq ki, X yazıram. Burada yazıram gamma. Gamma yazıram. Yadında saxla. Bu X bucağı 90 üstə gəl gamma böl 2'ye bərabərdir. Yaxşı. X bucağı 90 üstə gəl gamma böl. Ne yazdımsa. 90 üstə gəl gamma böl 2. Bax belə. Bu cür. Aydın oldu. Mütləq bunu unutmuruq. Yadımızda saxlayırıq. Sonra gəldim hündürlüyə. Uşaqlar, hündürlük nədir? Üçbucağın təpə nöqtəsindən qarşı tərəfə perpendikular endirilən, deməli, qarşı tərəfə endirilən perpendikuların uzunluğudur. Hündürlük. Yaxşı. Sonra uşaqlar, hündürlüklərdə bir nöqtədə kəsişir. Hər bir üçbucağın 3 dənə hündürlüyü var. Yaxşımı? Bir də bir söz deyim. Düzbucaqlı üçbucaqda, bax bunu yadınızda saxlayın. Bax H1, H2, bu da olsun H3. Düzbucaqlı üçbucaqda olan hündürlüklər bunlardır. Bax H1 budur, H2 budur, H3 budur. Yaxşımı? Bu da düzbucaqlı üçbucağın hündürlükləri. Sonra uşaqlar, orta xətt. Üçbucağın, bax yazıram bura, orta xətt. Üçbucağın orta xətti paralel olduğu tərəfin yarısıdır. Üçbucağın orta xətti, məsələn bu orta xətt, ta ki A yazıram, onda bura olur 2A. Aydındır. Məsələn, orta xətt bu cür də ola bilər. Vacib deyil, yəni oturacağa paralel olsun. Onda bura olur 2A, bura olur A. Aydın oldu. Bu da uşaqlar üçbucağın orta xəttidir. Sonra, yəni üçbucağın orta xətti hər hansı tərəfə paralel yox. Həm də uşaqlar bunu yarı bölməlidir. Bax, bunları yarı bölməlidir. Yaxşı, məsələn, bu buna bərabərdir, bu buna bərabərdir. Üçbucağın orta xətti bu cür yarı bölməlidir. Sonra bizdə üçbucaqda istifadə olunacaq, onu daha yaxşı mail mövzusunda keçəcəyik. Amma yenə də deyirəm də, tutaq ki, mail budur. Məsafə budur, proyeksiya da budur. Bu mailin proyeksiyasıdır. Burada həmişə düzbucaqlı üçbucaq alınır. Bu maildir,
Bu da məsafə, hündürlük, perpendikulyar, nə istəyirik deyə bilərik. Yaxşı. Sonra gəldik bərabər yanlı üçbucağa. Bərabər yanlı üçbucaq nədir? İki tərəfi bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyirik. A. Bunlar yan tərəflərdir. Bu da oturacaqdır üçbucağın. Sonra üçbucağın, bura alfa, alfa. Deməli, bərabər yanlı üçbucaqda yan tərəf bunu oturacaq dedim. Deməli, oturacağa bitişik bucaqlar yazmışam bir-birinə bərabərdir. Yaxşı, oturacağa bitişik bucaqlar bərabərdir. Bir də bərabər yanlı üç bucaqda, yadınızda saxlayın, təpə bucağından oturacağa çəkilmiş median, tən bölən, hündürlük üçü də bir-birinə bərabərdir. Yaxşımı? Median, tən bölən, hündürlük üçü də bir-birinə bərabərdir. Bir söz deyim uşaqlar, bax. Tutaq ki, bərabər yanlı üç bucaqdır. Buranı 120 verib, Rahat yollar deyirəm, bax sizə. O zaman yadınızda saxlayın. 120 ilə üzbəüz olan oturacaq A kök 3-ə bərabərdir. A kök 3. Yəni bu, demirəm hardan alınıb. Yəni bunu elə əzbər yadınızda saxlasanız bəs eləyir. Bərabər tərəfli üçbucaq, bərabər tərəfli üçbucaq. Bütün tərəfləri bir-birinə bərabərdir və bütün bucaqları 60 dərəcəyə bərabərdir. Bərabər tərəfli üçbucaqda median hündürlük tən bölən eynidir. Fərq yoxdan təpədən çəkilib. Median hündürlük tən bölən və hamısının düsturu A kök 3 böl 2'dir. Aydındır? A kök 3 böl 2. Gəldik düzbucaqlı üçbucağa. Bucaqlarından biri düzbucaq. Qoyan üçün ayrı vərəq ayrı. Deməli, düzbucaqlı üçbucaq nədir? Üçbucağın bucaqlarından biri düzbucaq olur. Bax. Bu olur katet. Bu olur katet. Bu da olur hipotenus. Aydındır? Katet, hipotenus.